Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və sələm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmain. Əmmə bə'd. Biz Hakimiyyə şübhələrinə Sələfi Raddiyə kitabını davam edirik. Allahın indirdiyi ilə hökm verməyənlər, onlar kafirlərdir ayəsinin təfsirində Sələfi alimlərdən o ayənin təfsiri barəsində açıqlamalarını oxuyurduq və onu davam edirik. 32-ci sıra kimi 32-ci bir sələf alimlərindən İbn Baz rəhməhullah ya 33-cü olaraq danışırdı ki, yəni bunun hökmü nədir? Həmin kəslərin hökmü nədir? Nə vaxtı insan böyük küfrlə kafir olur, nə vaxt kiçik küfrlə kafir olur? Və davam edirik. Və yəqulu Şeyxu Xalidul Anbari. Şeyx Xalid Anbari deyir ki, "Hədə şəritun əd-dəm'atil bəziyyə." Bəzi əslində nədir? Lüğəti tərcümədə bir quşa deyirlər. Yırtıcı quşdur. Bəzi yaşları, yəni göz yaşları, bu mənada adı belədir. Hansı ki, bu əlləzi tadammənə təscilən liməclisin ilmiyyin təhaddəsə fihi və tənaqaşə. Demək, bu kaset özündə nəyi daşıyır bu zapis? Elm məclisi üçündür. Orada danışıq olubdur, orada münaqişələr olubdur. Təcliyətən bil mövdu, yəni mövzunu üzə çıxartmaq üçün. Bu məsələdə olan mövzunu üzə çıxartmaqdan ötəri. Elm tələb eləmək üçün, yəni bu söhbətlər beləncə gedibdir. Məcmuatun minəd-duati zə'iyyis siti. Yəni orada bir dəvətçi toplumları olubdur orada. İbn Baz rəhməhullah bir yerdə Allahın indirdiyi ilə hökm verməyənin hökmü məsələsi barəsində söhbət gedibdir ki, liyəqulə bi təkfiril mutlaq. Yəni mütləq təkfiri demək üçün min duni təfsilat gətirmədən mütləq təkfiri demək üçün. Fəkən yuhavirunehu fihi muhavaratan şədidətən. İbn Bazla şiddətli söhbət gedib orada, münaqişə gedibdir orada. Yəni bunlar mütləq olaraq deyirlər ki, böyük küfürdür və bunun münaqişəsi gedib. Bu mövzunu üzə çıxartmaq üçün bu bir növ mühasara olunub, hasr olunubdur və utiyə şeyx min beyni yədeyhi və min xalfihi. Şeyxin nə edirlər? Şeyxi belə bir söz var, arxasından da, önündən də, sağından da, solundan da şeyxin bir növ üstünə düşüblər. Yəni söhbət güclü getdiyi üçün, yəni. Fəkənə rəhməhullah səbitən rasixan. Şeyx bin Baz rəhməhullah çox sabit idi, möhkəm idi. Yəni yerindən tərpənməzdi, heç onu tərpədə bilməzdi, yəni hasadlıqla şübhəmi düşsün və yaxud onlarla o fikirdə tabi bilmədiyi razılaşsınmı? Belə bir şey yox idi. Yumuşalmırdı belə. Yəni onlar dediyi sözə belə fikir vermirdi. Onlar nəyə danışırdılar? Fəkənə yuəkkidu bi ennəl hukma bi qeyri mə ənzəlallah. Əksinə təkid edirdi ki, Allahın indirdiyi ilə hökm verməmək, ki Allah təala indirdi, onunla hökm verməmək və yaxud da onu ləv bəddələ, əgər onu dəyişsə, əvvədəl qavaninəl əmmətə lə yəkfur. Burada dəyişsə mənası nədir? Bir var ki, dəyişir, yəni istibdəl edir, başqa bir hökmü gətirir, Allahın hökmündən vermir, başqa hökmdən verir. Amma demir ki, bu hökm Allahın hökmüdür. Bu sözü demir. Bir insan başqa bir hökm gətirir, ondan verir hökmü. Amerikanın hökmü, Fransanın hökmü, dünya hökmü. Amma demir bu Allahın hökmüdür. Desə Allahın hökmüdür, küfr edər. Böyük küfrlə küfr edər yəni. Gətirir ümumi bir dünya qanunları qoyur. Belə elədiyi halda kafir olmur. Ta ki açıq, aydın hallaşdırmayana kimi olur. Yəni dilində deyir ki, hallaşdırmanın növləri var da. Ya deyir halaldır, bu söz caiz sözün deməsində halallığı. Ya Allahın hökmündən bərabərdir, ya Allahın hökmündən üstündür. Yaxud ondan dolar, bundan dolar, yəni hallaşdırma sayılır da. Bu formada olan şeylər sözündən, dilində bu sözü deməlidir. Və yaxud da bu şeyləri əlinlə yazmalıdır. Və kənə yəqul deyərdi ki, və xilafə hədə məzhəbul mübtədiyyətil xavaric. Rəhməhullah rəhmətən vasiyyətən. Yəni bidətçi xavariclərin məzhəbinə müxalif olaraq nə edərdi?
bu formada bu sözü deyərdi. Çünki onlar birbaşa mütləq olaraq təkfir edirlər xavariclər yəni. İleyke nassa ma dara fəhədə nadirun ciddən. Sonra burada bu mövzu ilə bağlı olan, mövzumuzla bağlı olan məsələni gətirir. Orada olan söhbəti gətirir. Nadirdir belə bir şey. Bir növ qulaq as da, yəni bu şeyə. Zapsı gedir qulaq as gələn. Münaqişə nəyin ətrafındaydı? Münaqişə namazı tərk edən hökmü barəsində gedirdi. Söhbət belə gedirdi. İbn Cibrin İbn Abbasın təfsiri barəsində deyir ki, وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهِ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ. Deyir ki, kufrun duna kufur. İbn Abbas nə deyərdi? Deyərdi ki, kiçik küfürdür. Kufrun duna kufur, yəni kiçik küfür. Şeyh İbn Baz rahmetullah deyirdi ki, İzə ləm yestəhillə, yəni həkəmə bir rüşvətin, yəni söhbət ondan getməyinsə baxmayaraq, sonra onun arxasında fırlanmışdı nəyə? Hakimin məsələsinə. İbn Baz rahmetullah deyir ki, əgər halallaşdırmırsa da, yəni məsələn rüşvətə görəmi, yəni hökm veribdir, filan kəsin düşmənçiliyi var ona görəmi, və yaxud da dostunun məsləhəti üçün veribdir, filan kəs dostumdur ona görə. Bu halda kiçik küfür eləmiş olur. Amma hökmü halallaşdırsa, Allahın hökmündən başqa olan hökmü halallaşdırsa, İzə istəhəllə tərkə şər'i yəkun kəfirən. Yəni, həmin o şəriəti tərk eləmək halallaşdırsa, ki, yəni tərk eləmək olar, yəni, bu halda kafir olur. İzə istəhəlləhu kəfərə, halallaşdırsa, kafir küfür edər, ləkin ləv həkəmə bir rüşvətin, lakin rüşvətə görə hökm verəsi olsa, bu halda böyük küfürlə kafir olmur. Yəkunu kufran duna kufur. Kiçik küfürlə kafir olur. Yəni, böyük günah sahibidir. Necə ki, İbn Abbas və Mücahid bundan başqaları da nədir? Bu təfsiri belə vermişdilər. Sonra onlarda iştirak edənlərdən bir nəfər deyir ki, Huvel işkəlul kəbiru fi həzəl məqam. Deyir, Afallahu ank. Məsələtü təbdil əhkəm-i şər'iyyəti bi qavanin. Demək, söhbət gedir. Deyir, burada bu məqamda böyük bir işgəl vardır, deyir. Allah təala səni aff eləsin. Şəriət hökmlərini dünya qanunlarıyla dəyişmək məsələsi, təbdil eləmək məsələsi. Şeyh İbn Baz onun sözünü kəsir orada. Deyir ki, hədə məhəllül bəhs. İzə fəaləhə müstəhillən. Yəni, bu hədə məhəllül bəhs. Yəni, bu axtarış yeridir. Yəni, kim onu edərsə də, halallaşdıraraq edərsə də. Burada nöqtə qoyur, yəni söhbət gedəcək. Həmin o sual verən sözü kəsir. İbn Bazın sözünü kəsir. Nəfsuhu bi qavlihi. Və qad yəddə'i ənəhu qeyr müstəhil. Deyir, ola bilsin ki, həmin hakim iddia edir ki, onu halallaşdırmayıb. İbn Baz da deyir ki, əgər belə eləsə, yəni halallaşdırıb eləyəsi olsa, küfr edir. Amma kimisə öz qövmünü razı salmaq üçün bunu edərsə də və yaxud da ki, başqa bir buna oxşar şeylərdən edərsə də, bu halda kiçik küfrlə küfr etmiş olur. Lakin müsəlmanların üzərinə vacibdir. Və lakin yecib aləl müslimin qitaluhu izə kana indahum quvvatun hatta yeltezim. Müsəlmanların üzərinə deyir vacibdir ki, ona qarşı döyüş eləsinlər, əgər onların gücü varsa, hətta o düz yolu tutub keçsin. Yəni söhbət kimdən gedir burada? Kim Allahın dinini dəyişərsə də. Mən gayyərə dinallahi biz-zəkati əv qeyrihə yuqatalu hatta yeltezim. Yəni kim Allahın dinini dəyişərsə də o kəsdən söhbət gedir, dəyişəndən söhbət gedir. Yəni bir hakim gətirir dünya hökmünü və deyir ki, bu Allahın hökmüdür. O hökmü qoyur, deyir bu Allahın hökmü. Və yaxud da deyir ki, bu halaldır. Əgər halallaşdırarsa da, burada İbn Baz halallaşdırmaqdan, halallaşmanın formalarını bilirsiniz də, halallaşdırarsa da, əgər güc vardısa da, məfsədi az bir məfsədə ilə məsələ həll olunacaqdırsa da, eləncə həll olunur məsələ. Əslində bu məsələnin də üstünə düşənlər, edənlər güc sahibləridir. Başqa belə deyək, nazirlərdilər. Məsəl üçün də, yəni sən, mən bunu edə bilməyim. Baxmayaraq ki, əgər o güc sahibləri desələr ki, biz bunu dəyişirik, biz onların yanındayıq və bizim də niyyətimizdə bu şey var. Əgər həmin hakimlər onu halallaşdırarsa da, yəni səndə o niyyət olmalıdır. Hə. Amma yoxsa, məsələn, sübut olunmuş ki, Bəşər Əsəd kafirdir. Bəşər Əsəd kafirdir. Hə. Neynədir?
Çıxdınız qarşı, hələ baxmayaraq ki, onun küfrünə görə qarşıda heç kim çıxmamışdı, çörək, maaş artır çörəyə görə. Çıxdınız qarşı ona, neçə milyonlar insanlar çöllərdə qaldı, 1 milyona yaxın insan öldü, hələ bu göstərilən rəqəmdir, bilinməyən Allah bilir nə qədəmdir. Ölkə darmadağın oldu, ortada da heç nə yoxdur. Nə oldu ki ortada? Ortada ölkə bölündü, qurtardı getdi. Biraz Kürdlər götürdü, biraz İsrail götürdü, biraz bu tərəfdən Rusiya, Amerika döyüşən bir yerdə. Heç nə qalmadı, özünə bir dənə ola bilsin Şam qaldı, Dəməşq qaldı, ola qalası olsa. Nədir məsələ? Yəni məfsədənin az bir məfsədə ilə, yüngül bir şeylə əgər dəyişdirmək mümkündürsə də, o halda dəyişdirilir. Çünki halallaşdıran kəs böyük küfrlə küfr etmiş olur. Yaxşı. فإذا كان عندهم قوة حتى يلتزم من غير دين الله بالزكاة أو غيرها يقاتل حتى يلتزم. Kim Allahın dini dəyişərsə, məsələn, zəkat buna oxşar şeylərlə o insan döyüşdürülür, hətta düz yolu tutub gedənə kimi. فقال السائل نفسه. Həmin sual verən yenə deyir ki, bəddələl hududa. Bəddələ haddə zina və kəzə kəzə. Həddləri dəyişir. Yəni, zina edən kəs, subaytsa şallaqlanır, 100 şallaq vurulur. Evlidirsə də təbii ki, 4 şahidlər olmalıdır. Birisi ya da öz etiraflarından olur. Evlidirsə daşqalar öldürülür. Deyir, bəlkə bunu dəyişərsə, deyək ki, birini tutdular zina, tutub 6 ay türmə verir, 1 il türmə verir, 10 il türmə verir, məsəl üçün də dəyişir. Fəqal İbn Bas. İbn Bas deyir ki, yəni mə əqaməl hudud, yəni həddi tətbiq eləmir, onu demək istəyirsən. Əzzərəhu bədəl qatli, əzzərəhu, yəni qətl əvəzinə tutur, yəni hər hansı başqa bir cəza verir. İbn Cibrin fəqalə İbn Cibrin əvvəl həbs. İbn Cibrin deyir ki, və yaxud da həbs edir. İbn Cibrin ortadan dilənir. İbn Baz deyir ki, əvvəl həbs, yəni tutur, öldürmür. Həmin sual verən deyir ki, vəda'a məvədd afallank, yer özündən bir maddə qoyur, dünya maddəsi qoyur, bunu şey edir. İbn Baz deyir ki, əl-əslu adamul kufru hətta yestəhlə. Əsl budur ki, halallaşdırmayan kimi kafir olmamaz. Zina edəni öldürmür də, tutur. Oğlu ilə əlini kəsmir, tutur. Əsl budur ki, halallaşdırmayan kimi qoyduğu qanuna verdiyi hökmü nədir? Kafir olmur böyük küfürlə. Asi olur, böyük günah gətirir, haqlı cəza çəkməyə. Bu halda kiçik küfür edir. Hətta halallaşdırana kimi. Subhanallah, bax, sabit daha. Yəni, hardan gəlirlər, oradan. Əgər elimin olmasa, deyirsiniz, elədir da. Allah Teala deyir, zina edəni öldürün, bu deyir, tutun. Allah Teala deyir ki, oğurluq edən əlini kəsin, bu deyir ki, tutun. Məsəl üçün də, sənə gəldiysə, Allahın hökm vermir, onlar kafirlərdir. Allah Teala onlara kafir dedi. Hökmündən hökm vermədi, həddlərini tətbiq eləmədi. Bunlar edirlər, eləmirlər, deyirsən, eləmirlər. Düşür, ayət düşmür, düşür. Getdin onu. Ona görə təkfirçilər çoxalır da, asanlıqla. Biraz da ki, ay nə bilim uşaq pulu vermirlər, ay nə bilim pensiyanı artırmırlar, maaşı artırmırlar. Biraz da bu nöqtələrdə cəmaatın nəfsinə xoş gələcək. Getdin, oldun təkfirçi, istəsən düşsəməsən, düşürsən təkfir. Burada məsələni açıqlamaq hər şey çıxar. Nəyə görə burada bu məsələ belə açıqlanır, bildirilir? Çünki bu bir kəsə kafir dedinsə də, onun üstündə böyük bir hökmlər qurulur. Onun üstündə, xüsusən də həmin kəs hakimdirsə də, rəisdirsə də, onun üstündə hökmlər qurulur, sən onu güc toplamalısan, ona qarşı çıxmalısan, çevriliş eləməlisən, historiyadır. Bu şeylər üstündə qurulur və böyük fəsadlar ortaya çıxır. Hələ bunu düzgün eləmədiyin üçün. Yəni, düz olanda insan bu şeyləri 1000 ölçüb 100, belə bir söz var, deyim, 1000 bir ölçüsən, hə. Yəni, o da qalsın ki, yəni yoxdur. Bu açıqlanır ki, biz sələfin mənhəcindən kənara çıxmamaq üçün, Allah Teala və onun Rəsuluna düzgün itaət eləmək üçün biz bunu öyrənirik. Yəni, çünki bundan çıxası olsaq, hansı firqəyə düşəcək? Bir məsələdə belə, yarım məsələdə belə. Ya murci olacaq, ya xavarici olacaq, ya mu'təzilə, ya cəhmiyə baxırda hansı məsələdən danışırsan. Onu bu öyrənsən ki, orta yolda qala biləsən. Əməl edib, orta yolda qalasan. Yəni, yoxsa bəziləri demişkən, ya iş verənik, söz tapan da elə deyil, iş verənlərdir. Söz tapamayanda deyil, murciyasız. Söz tapa bilməyəndə 100 dənə ad qoşurlar ki, lic bir nəsə insanları sizdən çəkindirsinlər. Nə var, amma onların havasına uyğun fətva vermirsən. Yəni. Sual verən deyir ki, halallaşdırana kimi, belə də bir şey kimidir. O da əl-istihlal fi qalbihi, deyir, onun halallaşdırması qəlbindədir. Mən nədir anhu? Biz bilmirik onun qəlbini.
İbn Baz deyir ki, hədə huvə. Bax, söhbət bundan gedir. Söhbət bundan gedir ki, əgər o iddia eləsə, İzə idda'a zəlik, idda'a ənəhu yestəhilluhu. İddia eləsə ki, onu halallaşdırıbdır. İddia eləsə. Eləmir ki. Demir ki. Qəlbində olan çıxartmır ki, deyim sən qəlbindədir. Mən nə bilim onun qəlbindən var. Onu çıxartsa özə, o başqa məsələdir. İbn Cibrin böyrdən dinlənir ki, İzə əbəhə zinə birudət tərəfəyin. Yaxşı, iki nəfərin razılığından zinanı icazə versə zinə. Deyir ki, əgər iki nəfər razıdırsa da, biz ona şey deyənməliyik, nə tuta bilərik, nə hədd tətbiq edə bilərik. O qanunda da belə bir şey deyilsin vardı. Yəni, dünya qanundadır da, yəni. İbn Abbas sözünü kəsir, həmin kəsin deyir ki, kəzəlikə hədə kufr. Bu küfürdür. Yəni, biz heç demirik, yəni ki, razılıq əlaməti, zinniyə razılaşma, bu küfürdür. Yəni, bu küfürdür. Və davam edir İbn Cibrin, deyir ki, kələməhu bi qavlihi, əl-mər'atu hurratun fi nəfsihə. Deyir ki, bir qadın öz-özündə azaddır. Fələhə ən təbzulə nəfsəhə. Yəni, qanunda deyir ki, azad bir qadın özünün nəsəsi istifadə edə bilər. Kimə istəyir, dostluq edir, yaxınlıq edir, belə sözlər. İbn Baz deyir ki, İdə əhəllu zəlikə birrudə fəhvə kufr. Əgər razı olsa, yəni halallaşdırsalar bunu, həmin həkimlər, zəlikə birrudə razılıqla halallaşdırsa, bu deyir küfürdür. Salman Oda deyir ki, təbii ki, bunlar təkfirçilər də Salman Odadır. Sonra bu Şeyh Cibrin sonra bilirsiz də, yəni sonradan sonra problemləri var idi. Hətta heyət kibar uləmələrdən çıxartmışlar onu. Salman Oda deyir ki, "Ləv hakama hafizakumullah bi şəriətin mənsuxatin kəl-yahudiyyəti məsələn." Deyir ki, mənsux nəsx olunmuş bir şəriətlə hökm versə bəs, Yahudi məsəl üçün Yahudilərin hökmündən. O fərada halində insanlara fərz eləsə onu və onu ümumi qanun olaraq qoysa və kim ondan boyun qatırarsa onu türməyə salar, qətl edər. Buna oxşar şeylər. Şeyh İbn Baz rahmetullah deyir ki, "Yansubuhu ilə şər'i və la yəni əvlə" sual verir. Vəllə belə ləhcə ilə danışır. İbn Baz rahmetullah biraz ləhcə ilə danışır. Kasetdə olan şeyi buraya yazıblar da, yəni sözü. Vəllə belə. Yəni deyir ki, onu şəriətə nisbət edir. Söhbət nədən gedir burada? Yahudi qanunlarını gətirib qoyub, insanlara deyir ki, bu hökmlə gedirik. Deyirmi ki, bu Allahın dinidir? Söz deyir, sual verir İbn Baz. Salman Oda deyir ki, Həkəmə bihə min qeyri ən yetəkəlləm bizəlik. Danışmadan bununla hökm verir. Heç nə demir. Sadəcə əməl edir. Cəaləhə yəni bədilən, yəni əvəz edici olaraq edir bunu. Amma heç nə demir. İbn Baz rahmetullah deyir ki, "Əmmə izə nəsəbəhə ilə şər'i fəyəkunu kufran." Əgər şəriətə nisbət eləsə, desə bu Allahın dinindədir, nisbət eləsə onda bu küfrdür deyir. Salman deyir ki, "Kufran əkbar əv əsğar." Böyük yoxsa kiçik? Sual qoyur. Şeyh İbn Baz deyir ki, əkbar, böyükdür. Şəriətə nisbət eləsə. Desə, bu Allahın hökmüdür. Belə desə də, şəriətə nisbət bu mənada. İzə nəsəbəhə ilə şəriəti, şəriətə nisbət eləsə. Əmmə izə nəsəbəhə ilə şəriəti bəs mücərrəd qanun vədəahu lə. Əmmə izə nəsəbəhə həmin hökmü nisbət eləsə ilə şəriəti bəs mücərrəd qanun vədəahu lə. Demək, onu şəriətə nisbət eləsə, onda olur. Amma təkcə qanun kimi qoyası olsa, yox. Böyük küfrdən küfr eləmir. Demək, şəriətə nisbət eləsə, nə olur? Küfr edir, böyük küfrdən. Amma bu qanun kimi qoyubdur. Bu günlər, məsəl üçün, oğrunun əlini, belə deyək də, kəsilməsini başqa hökm qoyubdur. Amerikanın, İngiltərənin, Fransanın fərq eləmir. Qoyubdur. Sadəcə bu hökmü qoyubdur. Heç kimə də nisbət eləmir. Deyəndə deyir Amerikanın hökmüdür. Yəni şəriətə, Allaha və Rasuluna nisbət eləməyibdir bunu. Bu halda nə edir? Kiçik küfrlə küfr eləmiş olur. Məsəl üçün, "Mislullazi yeclidun nəsə bi qeyri hukm şər'i." Şəriət hökmü olmayan şeydə insanları şallaqlayır. İnsanları öz havasına görə şallaqlayır. Amma şəriət ona şallaq deməyibdir. Və yaxud da ki, öz havasına görə öldürür insanları.
Və yaxud da ki, bəzi insanları öldürür öz havası üçün. Öz gücü var, şeyi var, qalib gəlsin deyə. Şəriətin qoymadığı bir məqamda öldürür onları. Neynir belə olanda? Kiçik küfrdən küfr etmiş olur. Böyük günah sahibidir. Amma desə ki, bu şəriət deyibdir bunu, bu halda dindən çıxır. Fəqalə Səlman deyir ki, mə yufraq, hafizakumullah, beynəl halətil xassati fi nəziləti əv qadiyyətin müəyyənə və beynə kavnihi yada'uhu qanunan amman linnəs kullihim. Səlman sual verir ki, deyir Allah sizi qorusun, İbn Baza deyir. Burada nə fərqlənə bilir? Xüsusi halla fi nəzilə baş verən bir hadisədə xüsusi halla və yaxud da ki, fi qadiyyətin müəyyənə və yaxud da ki, müəyyən bir məsələ, hökm. Bunların fərqi nədir? Və beynə kavnihi yada'uhu qanunan amman. Hansı ki, insanlar üçün ümumi bir qanun olaraq bunu qoyubdur. İbn Baz deyir ki, əmmə izə kənə nəsəbuhu ilə şəri' yakfur. Əgər şəriətə nisbət eləsə küfr edir. Və əmmə izə mə nəsəbəhu ilə şəri' əmə şəriətə nisbət eləməsə, yərə ənəhu qanunun yasluhu beynən nəs. Görsə ki, bu insanlar arasında yarayır, amma bu şəriət deyil, mə huvə bi şər'iyyin, mə huvə anilləhi, Allahdan gəlməyibdir bu qanun, Rasulundan gəlməyibdir. Yakunu cərimə, bu cərimədir. Lakin lə yakunu kufran əkbar fīmə a'taqid. Etiqad edirəm ki, bu böyük küfür sayılmır. İbn Baz deyir. Səlman orada deyir ki, İbn Kəsir Fadilat-ı Şeyx nəqalə fil bidayət və nihayət deyir. İbn Kəsir bidayə və nihayəsində tarix kitabında icma naqil edir bu barəsində. Bu barədə icma nəqil edir. Böyük küfür olmaq barəsində. İbn Baz da deyir ki, "Ləalləhu izə nəsəbə ilə şəriət." Ola bilsin deyir, şəriəti nisbət eləyərsə də onu qəsd edir. Əgər İbn Kəsir deyirsənsə, icmanı nəql edirsə də, onda o icma, əgər o kəslər şəriətə nisbət ediblərsə də ona aiddir. Salman deyir ki, xeyr. Qalə mən həkəmə bi qeyri şəriətillahi minəş-şərai'il el-munazzələtil mənsuxati fəhvə kafir. İbn Kəsirin sözünü gətirir ki, İbn Kəsir deyir ki, kim Allahın şəriətindən başqa bir hökmdən nəsx olunmuş, nazil olunmuş şəriətlə hökm verərsə o kafirdir. Fəkeyfə mən həkəmə bi qeyri zəlikə min əra'il bəşəri lə şəkkə ənəhu murtəd. Deyir, o da qalsın ki, bəşərin rəyi ilə hökm verir, şək yoxdur ki, bu mürtəddir. Yəni İbn Kəsirin sözünü gətirir də burada. Yəni əgər keçmiş nəsx olunmuş şəriətlə hökm verməkdə insan kafir olursa da, o da nazil olub da o hökmdə. Bəşər hökmündən hökm vermək ondan daha da pisdir. O halda şək yoxdur ki, bu mürtəddir. İbn Baz deyir ki, ona vələv, hətta belə olsa belə. İbn Kəsir mə huvə məsum deyil ki. Sən demişsən İbn Kəsir deyir. Məsumdur İbn Kəsir. Yenə də cavab verir. Subhanallah. Fikirləşmək lazım. Fikirləşməyə ehtiyac var. Ola bilsin ki, xəta edibdir burada. O və başqası. Və mə əksəru mən yəhki əl-icma. O qədər vardır ki, icma nəqil edir ki. Onu görsən ki, səhv edir. Yəni, görün ki, cavab verir. Hələm gətirib onun yerini göstərmək lazımdır ki, İbn Kəsir orada nədən söhbət gedir, necə deyibdir. Sadəcə münaqişə əsnasında gətir kitabı açın, baxım söhbəti deyil. Amma cavaba baxsan ki, həkim və alim cavabıdır. Çünki bizdə dəlil Quran, sünnə və sahabələrin icmasıdır. Bizim üçün dəlil budur. Onlardan sonra gələn hər bir kəsdən dəlil soruşulur ona görə. Yaxşı. İbn Cibrin deyir ki, hum yec'alunehu bədələ şərə. Deyir, onlar həmin o dünya qanunu şəriətin əvəz edərək qoyurlar. Deyirlər ki, o daha yaxşıdır, daha haqlıdır insanlara, məsləhətlidir yəni. Və ənsəbu ləhum minəl əhkəm şəriət hökmlərindən daha çox münasibdir o kəsə, insanlara. İbn Cibrin belə deyir. İbn Bəz rəhməllah deyir ki, bu öz-özündə küfürdür. Yəni, küfr müstəqil, yəni ki, öz-özündə yəni, müstəqil bir küfürdür, yəni bu. İzə qalə innə hədə şey əhsən minə şəriət, desə ki, bu şəriətdən daha yaxşıdır, öz-özündə küfürdür, heç hökmü verməsə belə. Tətbiq eləməsə belə, yəni. Və yaxud da ki, şəriətlə bərabərdir, və yaxud da ki, Allahın endirdiyi ilə başqa hökmdən hökm vermək caizdir. Bu böyük küfürdür, yəni. İştirak edənlərdən biri deyir ki, Əl-ləzīnə yukəffirunə nizamə və yəqulunə, bu nizam var, birisi də nizam qoyulan qanunlar üzərində gedir.
o kəsləri deyir, təkfir edənlər deyirlər ki, biz şəxsləri təkfir eləmirik ki, qoyulan o qanunu təkfir edirik. Yəni yufarriquna fi utruhatihim yəquluna en-nizamu kafir, lakin mən nukaffiru əşxas. Nizam, gedişat kafirdir, amma şəxslər kafir deyil. Belə deyirlər. Bu oyun oynamaqdır, nə bu? Şeyx İbn Baz deyir ki, "İzestəhallel hukmu bighayri ma enzelallah." Allah indirdiyindən başqa bir hökmdən hökm verməyi halallaşdırsa, küfr edər. "Vələv huwa şəxsun muayyan." Hətta müəyyən bir şəxs olsa belə. Yekfuru bi nefsihi. Öz-özündə küfür edir. Yuqal fulan kafir. Deyilir ki, filan kəs kafirdir. İzestəhallel hukmu bighayri ma enzelallah. Allahın indirdiyindən başqa olan hökmü halallaşdırarsa da, onunla hökm verməyi. Günədir. Görə gələm təkrar edir. Halallaşdırarsa halallaşdırır. Halallaşdırmaq nə olur qardaşlar? Böyük günahları umumən haram olan bir şey, İslamdan çıxartmayan bir şey halallaşdırdıqda insan İslamdan çıxarır da. Bir var ki, bir məsələ özü-özlüyündə küfürdür, onu etməklə insan İslamdan çıxır. Bir də var ki, bir insan deyir ki, araq içir. İçməsə belə desə halallı kafir İslamdan çıxır. Bu hökm də bunun kimidir yəni. Zinanı halallaşdırsa küfür edir bi'aynihi. Mislu ma huve kufur. Yani مثل ما كفر الصحابة بأعيانهم الناس الذين تركوا مسلمة يكفر بعينه. Yani o kəslər ki, sahabələr təkfir elədilər onları, o insanlar ki, hansı ki tərk eləmişdilər. Yəni, getmişlər Müseylimin yanına, həmçinin Müseylimini təkfir eləmişdilər. Tuleyhə tövbə eləməmişdən qabaq təkfir eləmişlər onu. Peyğəmbərlik eləmişlər Tuleyhədə, Müseylimi də. Tuleyhə yəni radiyallahu anhu tövbəsindən öncə deyirlər ki, Peyğəmbər sallallahu vaxtında iddia elədi, qaçdı Peyğəmbərliyi, İslamdan çıxdı. Sonra Peyğəmbərlik iddia elədi. Ömər rəziyallahu xəlifəlik vaxtında tövbə elədi, qayıtdı. Bunu yəni ki, birbaşa özünü təkfir eləmir. Söhbət bu da müəyyən təkfirdən gedir ha. Demək var da müəyyən təkfir vardır. Və həqiqətə mən istəhzə bid-din, beləliklə kim dinlə istehza eləsə, birbaşa özü kafir olur, dinlə istehza eləmək. Kullu men vucide minhu naqidun yakfur bi'aynihi. Kimdə ki pozan var, İslamı pozan var, öz-özündə kafir olur. Əmməl qatlu şeyin axır. Amma qətlinə gəldikdə şey başqa şeydir. Qətlə lazımdır ki, onu tövbəyə çağırasan, neyəsən, ondan sonra onu da hakimlər edir də, sən mən eləmir ki. Fəqal əhədül hudurun, hadirun və hudur, lakin izə nəsəbəhu ilə şey, lakin əgər şəriyyətə nisbət eləsə, əllə yuhkəmu bi ənəhu minəl kəzzəbin, şəriyyətə nisbət eləsə o yalancılardan sayılmırmı həmin kəs? Başqa hökm gətirir, şəriyyətə nisbət edir. İbn Baz deyir ki, yalancılardan da əlbəttə. Sual verən deyir ki, lakin yalan kiçik küfürdür. İbn Baz deyir ki, bəli. Amma izə qalə lə ənə əqulu innəhu mislü şərə. Yox, amma desə ki, bu şəriət, mən deyirəm ki, bu şəriətin mislindədir. Və yaxud da şəriətdən daha əhsəndir. Bu küfürdür. Amma izə kənə ra'a bid'ətən fə əhlül bid'əti ma'rufun hukmuhu. Amma izə ra'a bid'ətən amma izə kənə ra'a bid'ətən fə əhlül bid'əti ma'rufun hukmuhu. Amma deyir ki, onu bidət görəsi olsa, onda məlumdur ki, əhli bidətin halı məlumdur, mərufdur, hökmü bilinir, mərufdur. Adil Qarni deyir ki, tayyib, ya şeyx, yığılıblar ətrafına hamısı. Hamısı ətrafına yığılır bu təkfirçilər. Deyir şeyx, özlərini həmin vaxtı gizlədirdilər bunlar. İbn Baz da dünyasını deyib, dünyasını da dəyişəndən sonra bunlar çıxdılar özə. Həmin vaxtı bilirdi, İbn Baz bilirdi, prosto gizlədirdilər də, görə razılaşırdılar yəni. Deyir ki, Adil Qarni deyir ki, Qarni, tayyib ya şeyx, yaxşı şeyx. Ba'duhum yəqul, bəzilər deyir ki, İnni Ömərə tərkəl hududa fil cəmaəti Ammər Ramadə. Ammər Ramadə aclıq bir ili var idi. Ömər radiyallahu anh deyir, həddi tərk edibdir. Əl kəsmək həddir. İnsanlar oğurluq edirdilər. O həddləri tərk edibdir. İbn Baz deyir ki, bu ondan olan bir ictihadddır. Ömər radiyallahu anhdan olan bir ictihaddır. Lənəhu qad yuttarrul insanu ilə axzı şeyi sariqatan liddarurat. İnsan zəruriyyətə görə bir şeyi ola bilsin ki, götürər, oğurluq
Kimi zəruriyyətə götürər onu. Fəqalə Səlmanul Udə Hafizəkumullah əd-dəlilü alə kavnul kufrül məzkuru fil Qur'an əsğar. O Quranda keçən bu məsələ ki var, Allahın indirdiyindən hökm vermində onlar kafirlərdir. Bu kiçik küfürdür. Sual kimi yəni burada. Aqul mə huvə sarif? Nədir bunu o kiçik küfrə yönəldən? Yəni, nətər deyə bilərsiniz ki, bu kiçik küfürdür? İbn Baz deyir ki, mə ənəhə cəət bisiğatil hasr. Hasr formasında gəlib də. Yəni burada fəuləikə humul kafirun. Bunu edənlər, yəni ki, Allahın hökm verməyənlər, onlar kafirlərdir. Hasr olunubdur. İbn Baz deyir ki, huvə məhmulun aləl istihlal. Halallığa aparılır məsələ. Yenə də halallığa. Ən səhi olan budur. Və in humilə alə qeyri istihlal, halallaşdırmadan başqa bir şeyə aparılası olsa, İbn Abbas, necə ki İbn Abbas radiyallahu anhuma demişdi ki, yuhmələ alə kufrin duna kufr. Kiçik küfrlə aparılır. Və illə fəl aslu humul kafirun. Yəni, İbn Abbas deyib deyə kiçik küfrlə aparılır. Amma əsl olaraq bu böyük küfürdür. Yəni, çünki nazil olub kimlər barəsində? Yahudilər barəsində nazil olubdur. Onlar da neyiniblər? Allahın dinini hökmlərini dəyişiblər də bilirsiniz. İbn Abbas isə məsələni təfsir verəndə, açıqlama verəndə ki, bu kiçik küfürdür. Ona görə də biz onun o sözünə görə məsələni nə edirik? Kiçik küfrünü deyirik. Çünki ümmətin alimi idi, Quranın tərcüməni idi. Onun sözünü biz deyirik. Münaqişə edənlərdən biri deyir ki, mə fihi dəlilü İbn Abbas. İbn Abbasın dəlili nədir? Mə fihi ənəhu məstəhəllə. İbn Abbasın öz dəlil sayılır əslində. Deyir İbn Abbasın dəlili nədir? Fətədəxələ Səlman tez söhbətə daxil olur, deyərək ki, bəli, yəni məlləzi cəalinə nəsrifin nəss an zahiri. Dəlili zahirindən biz kənara çıxartmağımız bizi nə aparıb ki, biz onu kənara çıxaraq? İbn Abbas deyir ki, li'ənəhu mustahillun ləhu. Və zəlikə fil kuffariləzin həkəmu bi qeyri mə ənzəlallah, həkəmu bi hillil meytəti. Həkəmu bi əşbəhihi. Əmmə ləv həkəmə Zeydun əv Ömər bir rişvətin nəqulu kəfərə. Burada sual verir ki, yəni İbn Abbasın bu sözün deməsi, yəni biz onun sözünün aslının zahirindən niyə çıxardırıq ki? Dəlil gəlibdir, o dəlili niyə zahirindən çıxardırıq ki? Elə deyək, küfrdür da. İbn Abbas deyir ki, çünki halal görən kəsə aid olduğu üçün o kafirlər ki, Allahın indirdiyi ilə hökm vermədilər, onlar ölü heyvan ətini yeməyi halallaşdırdılar, buna oxşar şeyləri halallaşdırdılar. Amma bu demək əsl nədir? Kafirlər olanda böyükdür. Kafirlər olsa halallaşdırırlar bunu. Amma Zeyddir, Ömərdir, filan kəsdir, hər hansı müsəlman gör nə deyir. Rüşvətə görə hökm verəsi olsa, deyir ki, küfr edir. Bununla küfr edir. Əv və yaxud da ki, Zeyd əv həkəmə bi qatli Zeyd bi qeyr haqqin li həva. Haqsız yerə Zeydi öldürür. Amma onu böyük küfrlə küfr eləmir ki bu. Böyük günah edir, amma böyük küfrlə küfr eləmir. Qal İbn Baz bə'də sukutin yəsir, az bir susmaqdan sonra deyir ki, aləl qaidə. Qaidə deyir. Ət-təhlilu və təhrimu ləhu şən. Halallaşdırmanın da, haramlaşdırmanın da şəni var. Şəni işi var. Nə kimidir? Yəni hansı iş kimidir? Zina edən iş kimidir? Zina edən küfür edir. Zina edən küfür eləmir. Salman deyir ki, yox, küfür eləmir. İbn Baz deyir ki, desə ki, bəs halaldır. Salman deyir, küfür edir. İbn Baz deyir ki, bax budur, məsələ bundadır. Bu məsələ də onun kimidir. Fəqalə Səlman və əxəru mə'hu. Salman və ondan başqa olan deyir ki, həmin vaxtda deyirlər ki, ikisi də bir də ki, yəkfur və ləv ləm yezni. Desə ki, halaldır, zina eləməsə də belə, nədir? Kafir olur. Şimdi Baz deyir ki, və ləv məzənə. Zina eləməsə bəs, Salman deyir ki, nərciuz səməhətil valid linas. Bu halda qaydırıq nəyə? Dəlilə qaydırıq Allahın indirdiyi ilə və mən ləm yəhkum bimə ənzəlallah. Yəni Allahın indirdiğine hökm verməyən, necə ki ayədə keçir. Fəalləqəl hukmu bitərkil hukum. Yəni hökmü tərk etməyə bağladı.
İbn Baz deyir ki, "El-hukmu bima enzelallah", yəni müstahillen lehu, yəni Allahın endirdiyindən hökm verməsi bunu halallaşdırmaqlandır. Halallaşdırmaqla eləməlidir onu. Yuhməl alə həzə, buna mı daşınılır? Salman deyir ki, "El-qeydu həzə min eynəcə", bu bağlantı hardan gəlir? Ümid edirəm ki, siz başa düşərsiniz, biraz söhbət biraz gəliz gedir yəni. Bu qayda bunu burada buna bağlamaq hardan gəlibdir ki, yəni burada halallaşdırmaq lazımdır da, yəni hardan çıxıbdır bu? İbn Baz deyir ki, başqa dəlillərdən çıxıbdır. Hansı ki ona dəlalət edir ki, günah edən kəslər onun sahibi kafir olmur. Halallaşdırmayana kimi kafir olmur. Yaxşı. Thumma sualun min şəxsin axar qeyri vadi. Sonra başqa bir kəsdən bir sual gəlir, açıq deyil sualı. İbn Baz deyir ki, rahmetullah ki, fasiqun və zalimun və kafirun hədə izə kənə müstəhilən ləhu. Ayədə keçirik, onlar kafirlərdir və yaxud da zalimlardır, fasiqlərdir. Yəni bunlar deyir, əgər halallaşdırarsa da, ləv yara ənəhu mə huvə münasib, ləv yara əl-hukmu bi qeyri əvlə, yəni görsə ki, desə ki, Allahın hökmü münasib deyil və yaxud da ki, ondan başqa olan hökm daha məqsədə uyğundur. Yəni bu el-maksud ennehu mahmulun alel-mustahil. Bu halda nədir? O halal o görən kəsə daşınır bu sözlər deyilir. Əvvəl-ləzi yara ba'da zə ennehu farq-l-istihlal yarahu ahsan min hukmillah. Və yaxud da ki, gördüyü, gətirdiyi hökm bilir ki, deyir ki, Allahın hökmündən daha yaxşıdır. Əmmə zə kənə həkəmə bi qeyri mə ənzəlallahu li-hava. Amma Allahın endirdiyindən başqa bir hökmdən hökm versə havasına görə, yəni bu halda asi kəs olur. Havasına görə zina edən kəs kimi, hansı ki halallaşdırmır onu, valideynlərindən pis davranan kəs, havasına görə pis davranan kəs və yaxud da öz havasına görə kimisə qətl edən kəs, bunlar hamısı asi olan kəslərdir. Amma halallaşdırıb öldürsə, valideynlərinə halallaşdırıb asi düşsə, halallaşdıran şey bu halaldır, bunlarla belə davranmaq, halallaşdırıb zina eləsə, küfr etmiş olar. Və bihədə nəxrucu anil xavaric. Biz bununla xavariclikdən çıxmış oluruq. Yəni, xavariclərin sözlərindən kənar uzaq olmuş oluruq. Sonra xavaricləri bəyan edir. Yakunu beynənə və beynəl xavarici hinə izin muttəsəun ولا بتشديد الله بمعنى لو وقعنا فيما وقعت فيه الخوارج وهو الذي شبه على الخوارج هذا الاطلاعات هذه. Demək, burada xavaricləri bəyan edirik. Onlarla bizim aramızda geniş bir məsafə var. Əgər onlar düşdükləri şeyə biz də düşsək, İbn Baz onları, yəni bənzədibdir bu xavariclərə, İtlaqatu həzihi, mütləq olaraq, yəni deyən kəslərə ki, burada mütləq olaraq böyük küfrdən söhbət gedir. Onlar xavaric deyibdir. Salman deyir ki, yəni el-məsələtu qad yakunu müşkilətən ində kəsirin minəl ixvan fələ bəs ləv əxəznə ba'dəl vaqt. Deyir, məsələ deyir, çox qardaşlarımıza yanında deyir, bir işgəl yaradıbdır deyir. Biraz vaxt aparsa bizdə heç olmazda, yəni söhbət eləmək istəyir. İbn Baz deyir ki, lə, mühimmətun azimə, yəni mühüm olan bir şey, heç olmaz, problem deyil yəni. Salman deyir ki, zəkərtu məsələtə təkfiril asi və fa'ilil kebirati. Asi olan kəsin təkfirinin məsələsini zikr elədiniz. Böyük günah edən kəsin məsələsini zikr elədiniz. Hədə leysə məvdu xiləf. Bunda ixtilaf yoxdur. Və qal İbn Baz, lə, mə hiyəl məsələtu xavaric. Bu məsələ xavariclərin məsələsi deyil. Huvə illətul xavaric. El-itlaqat həzi, yəni xavariclərdə nə var? Bu məsələni neynəməsi? İtlaq eləməsi. Mütləq. Kim beləsə kafirdir. Mütləq təfsilat verməməsi. Fərqə bax. Tərakul muqayyədət. Muqayyədət nədir? Yəni bu məsələyə bağlıdır. Bu məsələ açıqlaması bununla bilinir. Bunları tərk edib, bir dənə zahirdə nə isə görür, onu götürüb tətbiq edir. Və müqayyədətləri tərk edib, mutlaqatları götürüblər, insanları təkfir ediblər bundan. Mütləq
sözləri götürüb hamını təkfir ediblər. Və qala fihimun nəbiyyu sallallahu əleyhi və səlləm Peyğəmbər sallallahu əleyhi və səlləm xavariclər barəsində demişdi ki, yamruquna minəl-İslami thumma la yauduna ileyhi. İslamdan çıxacaqlar və ora qayıtmayacaqlar. Ona görə bəzi alimlər xavaricləri təkfir edirlər. Deyirlər, Allah müsəlman deyirlər. Salman deyir ki, əzzəni və səriqu səmahətə şeyx, zinə edən, oğurluq edən, Şeyx İbn Abbas onun sözünü kəsir orada, deyir ki, hum kuffarun indəl xavaric. İbn Abbas sözünü kəsir, deyir ki, xavariclərin yanında kafirdir, hə. Qoymur tamamlasın da, nə deməsi. Salman deyir ki, xavariclərin yanında, lakin əhl-i sünnə Lakin əhl-i sünnəti muttəfiqun alə ənə həuləy usat. Lakin əhl-i sünnə ittifaq ediblər ki, bunlar asi olan kəslərdir. Şeyx İbn Baz deyir ki, mən ləm yəstəhillə, halallaşdırılsa. O sözü onlara təkrarlayır. Onlar oyun oynamaq istəyirlər, sözü almaq istəyirlər. İbn Baz da görsən nə qədər bir yerlərdə halallaşdırma məsələsini gətirir, zikr edir. Ki, günahları ancaq halallaşdıranda insan kafir olur. Yəni, elə-belə etməsiyle kafir olmur. Və Salman sözünü, kəlamını davam edir. La yaxrucuna min İslam. Deyir ki, İslamdan çıxmırlar. Fəkərrərə şeyx də deyir ki, mələm yəstəhil, halallaşdırmırsa da. O deyir, İslamdan çıxmırlar, gözəl, yaxşı deyir. Şeyx deyir ki, halallaşdırmırlarsa da. Yəni, məsələni halallaşdırsalar, çıxırlar. Halallaşdırmırsalarsa, çıxmırlar. Şeyx də o sözü tez-tez zikr edir, xatırladır. Salman deyir ki, mələm yəstəhillu, nəam, halallaşdırmırlarsa, bəli. إنما هو يرون أن هناك فرقا بين من يفعل المعصية فنحكم بأنه مسلم فاسق أو ناقص الإيمان وبين من يجعل المعصية قانونا ملزما للناس. Görərə qayıtdı. Deyir, bəli, halallaşdırmasa da. Amma kim ki deyir, burada deyir, fərq var. Günah edən kəslə, günah edən kəsi hökm verir ki, o müsəlmandır, fasiqdir, imanı zəifdir. Amma günahı insanlar üçün qanun qoyan kəs, ilzam edən kəs, bununla edən arasında fərq var. Liyənəhu yəqulun, çünki deyirlər ki, lə yutasavvaru min kavnihi əb'adə şəriyyətə məsələn və əqsahə və cəalə bədələhə qanunan mulzimən. Yəni, təsəvvür olunmur ki, min kavnihi, ondan ki, o şəriyyəti uzaqlaşdırır, misal olaraq. Yəni, onun əvəzinə başqa bir qanun gətirib ilzam edir. وَلَوْ قَالَ أَنَّهُ لَا يَسْتَحِلُّهُ Əgər desə ki, o onu halallaşdırmır, həmin qanunu qoyan kəsdə, yəni لَا يُتَصَوَّرُ إِلَّا أَنَّهُ إِمَّا أَنَّهُ يَسْتَحِلُّ أَوْ يَرَى أَنَّهُ أَفْضَلُ لِلنَّاسِ Yəni, bu təsəvvür olunmur ki, deyənmərsən ki, bu onu halallaşdırmamış olmaz. Yəni, mən nəsə təsəvvür edim ki, bu halallaşdırmayıb, deyim, halallaşdırmayıb. Mən bunu təsəvvür edə bilmirəm. Və yaxud da ki, əv yara ənəhu afdal linnəs və yaxud da ki, mən onu hardan da bilim, təsəvvür edim ki, bu onu insanlar üçün daha əfsəl görür. Əgər qoyubsa da demək əfsəl görür. Sualı belə danışır. Buna oxşar şeylər. Və ənəhu yufarriqu ləzi hakkəmə fi qadiyyətin xassatin li qarabətin əv li rüşvətin Yəni, bu deyir, xüsusi bir məsələ, filan kəs mənim qohumumdur, ona bir Allahın hökmündən başqa bir hökmdən buna tərəf hökm verim və yaxud da rüşvət üçün hökm verim. Yəni, bu bundan fərqlidir. Sual kimi var. İbn Abbas da deyir ki, rəhməhullah, deyir ki, bəs qaidə deyir ki, qaidətun lazimul hukmi leysə bi hukm. Lazimul hukmu leysə bi hukmin. Qad yuqali filləzi həkəmə lihəvahu əv liqaribihi أنه مستحيل يلزمه ذلك وليش يسأل ما هو بلازم الحكم حكم هذا فيما بينه وبين الله Yani nedir? Lazimül hukum leyse bir hukum. Bir insanı sen şey deyirsən, ilzam edirsən nəyəsə. Deyirsən bunu belə eləyən. Yəni bu hökm deyil. Yəni sən ona görə ona hökm verənmərsən. Lazimül hukmu leysə bi hukum qad yuqal ola bilsin deyirlər ki, o kəs barəsində havasına uyğun və yaxud da qohumuna, yaxınına uyğun hökm verərsə də, yəni ola bilsin ki, deyirlər ki, o halallaşdırıbdır onu. Yəlzəmuhu zəlikə niyə soruşulmur? Ola bilsin ki, onu vacib görür, şeyləyir, ilzam edib cəmaata. Niyə soruşulmasın? O da deyir ki, mə huve bilazimil hukum. Yəni onu etməsi lazım deyil ki, sən ondan soruşasan.
O hökm deyil yəni. Hədə fīmə beynəhu və beynə. Özü ilə Allah arasındadır. Onun qəlbində nə var? Biz nə biləcəyik onu? Əməl etməsindən yəni küfr eləmir, böyük küfür. Amma beynəhu və beynən-nəs, amma özü ilə insanlar arasında yecib aləl-müsliminə izə kənə dövlətun müslimətun qaviyyətun təstatiyu ən tuqatilə həzə. Amma insanlar arasında müsəlmanların üzərində vacibdir ki, əgər orada güclü bir müsəlman dövləti varsa, başqa bir müsəlman dövləti, güclü bir müsəlman dövləti var. Bu şey dəyişə bilirsə də, bu şəxsi dəyişə bilirsə də, hansı ki Allahın hökmünə verməyən şəxsi ki, niyə ona deyir ki, onlar soruşurlar ki, niyə hökm vermirsən Allahın hökmünə, niyə vermirsən? Demək, bunu edən kimdir? Böyük bir İslam dövləti deyir bunu. Ona görə mürtədlərlə döyüş aparılır. İdə dəfə. Əgər o da rədd eləsə, bu halda ona qarşı döyüş aparırlar. Mislu mə yuqatulu mən'i zəkət. Zəkədə mane olan kəslər kimi vermirlər. İdə dəfə anhə və qatilə və yuqatil. Vermir, o kəsə qarşı döyüş aparılır, mürtədlərə qarşı aparılan döyüş kimi. Yəni difa'ahu anil hukmu bi ghayri ma anzalallah. Burada Allahın endirdiyinə hökm verməyi başqa olan bir hökmü nədir? Dəf eləməkdir. Yəni difa'ahu anil hukmu bi ghayri ma anzalallah. Mislu difa'ihi anil zəkat. Zəkatı verməməsi, zəkatı çıxartmaması bundan da böyük, bundan da əzəmətli. Yəni bəl əkbər və azam yakunu kafiran. Yəni bundan da böyük odur ki, o kəs kafir olur. Sarraha bihi Şeyx Taqiyəddin rahimehullah fi hada qala qitaluhu yakunu qital murtaddin. Yəni əgər həmin kəs Allahın hökmünə hökm verməyən kəs ona başqa dövlətlərdən güclü müsəlman dövlətləri deyir ki, ver girin Allahın hökmünə hökm. Bu da vermir, boyun qaçırır. Ona görə döyüşür. Necə ki, zəkatı verməyən kəs. Əksinə onun şəni zəkatı verməyən kəsin şənindən də böyükdür. Yəni etdiyi o əməl. Yəni necə ki, Şeyx Taqiyəddin Rəhməllah deyir ki, o kəslər mürtədlərin döyüşündən döyüş aparılır. Qitaluhu yakun qital murtaddin. Yəni sanki mürtəddlər onlar, elə döyüş aparılır onlara. Yəni günahkar kəslərin döyüşü kimi yox. İzə dəfəu an batilihim. Əgər batillərini müdafiə edərlərsə də. İminə o qanunsuz döyüşürlər də. Problem də qanunsuz döyüşürlər. Zəkər rəhməhullah fi azunnu kitab-ı siyasəti falan kitabda deyəsən o zikr edirsə, lə mə huve fi siyasəti. Qeyri hədə qalə anhu Fəthül Məcid azunnu fi bəb. Danışır falan kitabda zənn edirəm ki, o falan aləm zikr edirdi, falan yerdə deyibdi. Salman söhbətə qarışır, deyir ki, fil fətə və fi kələmihi fi tatar. Tatarlar barəsində olan fətavasının söhbətinə qarışır. İbn Baz rəhməhullah deyir ki, yumkinu fit tatari zəkərə hədə rəhməhullah. Deyir ki, hə, ola bilsin ki, bu tatarlar barəsində bu sözü deyibdir. Yəni Salman orada deyir ki, burada Taqiyəddin tatarlar barəsində bunu deyibdir. Yumkinu fit tatar zəkərə hədə rəhməhullah ənə qitaləhum leysə misli qital usad. Yəni tatarlarla olan döyüş təbii ki, günahkar kəslərin döyüşü kimi olmayıbdır. Tatarlar nəyə gətirmişdilər? Çingizxan deyirdi ki, mən Allahın yer üzündə olan Rəsuliyəm kitab yazmışdı. Deyirdi ki, bu kitab da Allah Taala tərəfindəndir. Onu da insanlara lazım eləmişdilər. Kim də ondan gedirdisə də razı olaraq, o Allahın hökmü dəyişib axı. Nisbət edirdi Allaha. İndiki hakimlər nisbət edirlər, Amerikanın, Fransanın, İngiltərə hökmünü hansı ölkələr ki verir, müsəlman hakimlər. Deyirlər ki, bu Allahın hökmüdür. Demirlər. Deyirlər. Demirlər. Liənnə difa'ahum anil məsiyyəti mislu difa'il mə'niyə zəkət. Onlarla deyir, əgər asi kəslər kimi döyüş aparılsa, bu zəkətin mani olan kəslər kimi olacaqdır. Siddiqin vaxtında olduğu kimi. Salman deyir ki, hafızakumullah, əl-ən binisbəti li mə'ni zəkət. İndi deyir, baxın, zəkətin mani olan kəs, verməyən kəs. Yəni, İdə qatilə aleyhə. Mani olur, vermir də, döyüş yapar. Qullə innəhu yuqatilə qital kufur. Biz deyirik ki, o kafirin döyüşü kimi ona döyüş aparılır. Sanki kafirdir də. İbn Abbas sözünü kəsir, deyir, şək yoxdur şu. Şək yoxdur şu. Salman deyir ki, sözünü tamamlayaraq deyir ki, lən imtina'ahu və qitaləhu alə zəlik. Deyir, çünki onu imtina eləməsi və döyüş aparması buna görədir.
Bir var ki insan vermirsən o malını alırsan, zəkatını da çıxarsan, malının yarısını alırsan. Bir də var ki, o ona qarşı döyüş aparır. Çıxartmamaq. O İslamın o rukununu yerinə yetirməməyə görə döyüş edir. Fərqə baxın ha, yəni bir verməyəndən, adi verməyəndən verməməklə yanaşı döyüş aparması, müdafiədə dayanması. Yəni bu döyüş aparan mürtəddir. Hə. İbn Baz onun sözünü yenə burada kəsir, deyir ki, kəlimetun ləm a'rifhə. Mən bu deyir. Hə. Mən deyir bu sözü bilmirəm. Difa'u men yahkumu bi ghayri ma anzal. Burada nəsə deyir, o sözü nöqtələr gəlir, yəni ki, söz tamamlanmır. Deyir ki, Salman sözündə deyir ki, dəlilun alə cəhdihi lil vücub. O deyir, zəkatı verməyən də onun vacibliyini inkarına dəlildir. İbn Baz da deyir ki, onun sözünü kəsərək Salmanın deyir ki, İzə dəfə'a anil hukmu bi ghayri ma anzalallah. Allahın endirdiyindən başqa hökmü müdafiə eləsə, mən desə ki, mən qayıtmıram, fəhuvə difa'ul müstəhil. Bu halda deyir, hallaşdırmağı müdafiə edir. Həmin o küfrü hallaşdırır. Böyük günahı yəni. Bu halda nə olur? Yakunu kafirun. İştirak edenlerden biri deyir ki, Havle maqtu'un bi ennehum seyestemitun. Bunlar maqtu'un, yəni kəsilmişdilər. Həqiqətən onlar yəni seyestemitun ola bilsin ki, yəni ölümlərini istəyir, söz kimi deyib. İbn Baz deyir ki, İdə vaqa'a kafaru. Yəni bu şeyə düşsələr, küfür etmiş olurlar. İdə vaqa'a qilə ləhum, o məsələyə düşsələr, onlara deyiləcək ki, Allahın indirdiyindən hökm ver. Yoxsa sizinlə döyüşəcəyik. Onlar boyun qatırsalar, döyüş olar elan olur da. Ona görə boyun qatırlar ki, yox, biz başqa hökm verəcəyik. Bu halda deyək küfür edirlər. Yəni onlar barəsində olan zənn odur ki, onlar küfür edirlər. Fəqalə səilu nəfsəhu, həmin sual verən yenə deyir ki, həzə zannı fihim, yəni onlar barəsində belə zəmm olunur. İbn Baz deyir ki, şək yoxdur. Əzzannu fihim huvə həzə, ləkinnə bəs əl-hukmə bi qeyri zann. Lakin zənsiz olan hökm və zannu fi hukkami Mısır və qeyrihə. Amma zənsiz olan hökmlər ki var, Misirin hökmlü hakimləri kimi, başqa müsəlman ölkələrin hakimləri kimi, Allahu la yəblənə, yəni Allah bizə deyir, elə göstərməsin. Çünki onlar Fransa hökmlərindən zadından verilir. İbn Baz da Saudiyadadır, şəriət hökmləri verir orada. Bizi deyin, belə imtihan eləməsin belə şeyin. Və zannu fihumuş şerr və kufr. Onlar barəsində şər və küfr zənn olunur. Niyə? Çünki İbn Baz vaxtında rəhməhullah Abdülnasır idi hökm. Abdülnasır Əl-Qavmiyyət Bə'siyyə idi. Yəni axirətə iman gətirmirdilər. O firqədə idi. Bilmirəm, sonra tövbə eləmişdi, nətərdir bilmirəm. Ona görə də oydu, sonra Səddam idi həmin vaxtlar, sonra Qəzzaf idi həmin vaxtlar. Sonradan sonra tövbə elədi, yoxsa cavan vaxtları idi onların. Ona görə də onlar barəsində danışır ki, yəni onların küfür başqa idi. Tək hökm məsələsi deyildi də, müstəqil küfürləri vardı. Axirətə iman gətirməmək və yaxud da o firqəyə nisbət olunmaları idi. Allah bizi deyib imtihan eləməsin bu şeylə. Onlar barəsində olan zənn, şər və küfürdür yəni. Lakin bəs yetəvarra'ul insan an qavli kafir. Lakin insan onlara kafir deməkdən neydi? Yetəvarra, yəni ehtiyatını saxlayır. Görə. Onlar o şeyə nisbət olunsalar da belə insan ehtiyatını saxlayır. Niyə? Çünki ola bilsin ki, firqə kimi o firqədədirlər. Demirlər ki, axirət yoxdur, sadəcə o qavmiyyəl bə'si aysal partiya kimi oradadılar. İllə izə arafə ənəhu istəhəlləhum. Əgər bilinsə ki, onlar onu halallaşdırırlar. O şeyi. Nəsə Allah afiyyətə, Allah Taala'dan afiyyət istəyir. Sonra İbn Baz deyir ki, mə ədrə indəkum əsələtun və lə xilas. Bilmirəm sizin suallarınız var yoxsa söhbət qurtardı mı? Fəqalət taririyu nəhnu nəntəziru əl-iznə lənə. Biz bizə izin gözləyirik. İbn Baz deyir ki, ləbəs. Deyir ki, ləbəs. ثم قال البحث هذا ما يمنع البحث الآخر. Yəni biz bu məsələni araşdırmağımız başqa məsələni araşdırmağımıza mane olmur. Bu da axtarmaqdır. Hər biri müstəqildir. Axtarışdan insan ictihad edə bilər. Qad yecidu ma yatma'innu lahu qalbuhu. Ola bilsin ki, qəlbi rahat olacaq bir şeyi tapa bilər. Li'annaha məsəlun xatirə, çünki bu çox təhlükəli məsələdir. Çox asan deyil və mühüm məsələlərdəndir. Salman deyir ki, təravnə ənə hədiyyə məsələtə səməhatukum yəni ictihadiyyə. Siz ortadan yenə söz soxur.
sözün içinə ki, onda siz demək istəyirsiniz ki, məsələ ictihadidir. Çünki İbn Baz burada deyir ki, axtarış insan hər bir məsələdə axtarışda ictihad eləməsində heç şey yoxdur. Tez o sözdən tutur deyir ki, onda belə çıxır ki, məsələ ictihadi məsələdir. İbn Baz rahmanullah deyir ki, vallahi ana hadzəllazi a'taqiduhu min nusus. Mən deyir, etiqad edirəm ki, bu dəlillərdəndir. أنا هذا الذي أعتقده من النصوص يعني من كلام أهل العلم فيما يتعلق في الفرق بين أهل السنة والخوارج والمعتزلة. Yani söhbət əhl-i sünnənin, xavariclə, mütəzillə arasında olan fərqlə bağlı olan məsələdə elm əhlinin sözü ictihadi məsələdir. Yəni dəlillərə əsasən ictihad edirlər. Xüsusən də xavariclər. Ənə fi'ləl məsiyyəti leysə bi kufr. Yəni xüsusən də yəni xavariclərin yəni məsələsində həqiqətən deyir, günah etmək küfür deyil, yalnız insan onu halallaşdırarsadır. Əv dəfəə min dunihə lil-qital. Və yaxud da ki, ona görə döyüş apararsadır. Demir halaldır, amma döyüş aparır. Deyirsən, tərk elə bu şeyi. Və görürsən ki, onu müdafiə edir, o hökmü müdafiə edir, bu hökm verilməlidir. Bu. Mümkündür, sən böyük gücsə, müsəlmanlar sənə təzyiq edir ki, belə girəndə böyük güclər. Sən də ona görə demirsən ki, mən Allahın hökm verəcəm. Neynisən? Həmin o küfür hökmlərini müdafiə edirsən. Problem budur. Fakat həmçinin iştirak edənlərdən biri deyir ki, Səmahətü şeyx, aqulu əhsənallahu ileykum izə kutibu və tulibu bi şəriəti. Həmin kəsə yazılır, həmin kəslərə və onlardan şəriət tələb olunur. Əgər onlar qayıtmasalar, onlara küfr hökmü verilir. İbn Əbaz rahmanullah deyir ki, izə qatəlu bəs. Əmmə izə mə qatəlu dunəhə lə. Döyüş edərlərsə də. Yazırsan məktub, tələb edirsən, Allahın hökm ver, şəriətdən hökm ver. O sənə qarşı döyüş aparmır. Yəni o şeyi döyüşlə müdafiə eləmir o hökmləri. Başqa hökmlərdən söhbət gedir. Bu halda yox, döyüşmürsən. Küfr eləmir. Amma ona görə döyüş eləsə, döyüş elan eləsə, bu halda bəli. İzə tulibu bihəzə, tələb olunurlarsa bu şeylə, sual verən deyir. İbn Baz deyir ki, İzə talab da Zeydən, bir ad çəkir də Zeyd falan kəsi tələb eləsən ki, fəkultel ona dedin ki, zəkki fəanə yüzəkki, yəni rafədə yüzəkki. Deyirsən ki, zəkat çıxar, o da çıxartmır zəkadı. Aleykə kəlimətun ləm arifhə, burada bir söhbət gedir. Şeyx yazır ki, bilmirəm burada nə söhbət gedir. Kəlimətun ləm arifhə və zahirə ənəhə bima'nəl ilzəm. Yəni, bir növ ilzam edir də zəkadı. Vələv bid-darb. Əmmə izə qatilə dunəhə yəkfur. Yəni, həmin kəslə, burada söhbət gedir ki, aleyh sənin üzərinə düşən odur ki, sən neyinəsən, onun zəkadın lazım olduğunu bildirərsən, hətta onu vurası olsan belə. Əmmə izə qatilə dunəhə yəkfur. Verməmək üçün döyüş edirsə də bu halda kafir olur. Sual verən deyir ki, ləkinilləzi seyutalibu daifun və qad yuqatəl. Çünki tələb edən kəs, ola bilsin ki, tələb edən kəs zəifdir. Ola bilsin ki, verməyən döyüş edər ona qarşı. Çünki zəkat yığan kəs tək gəlir əslində. Zəkat yığmağa imtina edəndə çox olarlar və güclü ola bilərlər. İbn Baz deyir ki, vələv mə yəkfuru illə bihəzə. Yəni, döyüşməsə mümkündür. Yəni. Lazımdır ki, döyüş yaparsın ona qarşı. Mədəm ənəhu mücərrədun mən'i yu'azzər. Sadəcə mani olursa da, o cəzalanır. Hakimin təyin elədiyi cəzanə. Şəriətin təyin elədiyi cəza budur ki, zəkatı da çıxarılır, malın yarısı da alınır. Bir də ki, həkim əlavə nəsə cəza eləmək istəyirsə, edir. Ondan və tu'xazu minhu ma'al qudrati və ma'adamil qudrati yuqatəlu inkən lid-dəvlətil qudratu al-qital. Tuqatilhu. Dövlətin əgər gücü varsa ona qarşı nə edir? Döyüş aparır və döyüş edir. Fəqalə Səid, mən tələbə bil-hukm bi-şər'illəhi fəəbə. Bir kəsə Allahın şəriətindən hökm vermək tələb olunur. O da boyun qaçırır. İbn Baz deyir ki, yuqatəl, o kəsə qarşı döyüş aparılır. Fə in qatələ kəfərə. Əgər o həmin hökmü müdafiə edərsə də küfr edər. Və illəm yuqatil, döyüşməsə küfr etmir, yakunu hukmu hukmul usa. Günahkarların hökmü kimi olur. İbn Cibrin deyir ki, mən illəzi yuqatiluhu. Yaxşı, kim döyüşür ona qarşı, kim döyüş yapar? İbn Baz deyir ki, əd-dövlətul muslimə, müsəlman dövləti.
Yəni ki, ola bilsin ki, bu dövlət var, başqa dövlət vermir o hökmü. Bu dövlət onu ilzam edə bilər. Gücü varsa, şey varsa ilzam edə bilər. Yerdə iştirak edənlərdən biri deyir ki, və izə mə fihi dövlət müslimə. Əgər müsəlman dövləti yoxdursa da, İbn Baz deyir ki, yəbqa alə halihi beynəhu və beynəllah. Halı Allahla öz arasında qalır. Sən nə edə bilərsən? İbn Cibrin deyir ki, bəzi dövlətlər vardır ki, mütəsəhhilin. Məsələyə yüngül yanaşırlar. Gücü olsa da heç nə demirlər. Yəni başqa şey. Şeyx də deyir ki, Allahul müstəan, Allahdan yəni kömək istəyirik. Sonra Salman burada sözünə davam edir. Deyir ki, Fəqalə Səlmən, Səməhətü Şeyx Muhammed Allah yarhamuhu İbn İbrahim, Muhammed İbn İbrahimdən söhbət edir. Öz risaləsində zikr edir ki, Ənə dəvləl-ləti təhkumu bil qanun, dünya qanunlarına hökm verən dövlətlər dövləlin kufriyyətun, küfrü dövlətlərdir, yəcibul hicrətü minhə, oradan hicrət etmək vacibdir. Muhammed İbn İbrahimin sözünü gətirir. Şeyx İbn Baz deyir ki, lizuhur-i şər, lizuhur-ül kufr və məasi. Yəni o yerlərdə küfrün üzə çıxması, şərin üzə çıxması, asiliyin üzə çıxması bunun üçündür yəni. Başlayın. Yəni orada o şər üzə çıxıbdı. Şər yerdən qaç yenə. Söhbət yəni hakimin təkfirindən getmir. Hə. Subhanallah. Fəqalə Səlmən əlləzinə yəhkumunə bil qanun, hansılar ki qanunla hökm verirlər. Onu soruşur. Bunların işlər gücləri hakimdən. Yəni. İbn Baz rəhməhullah deyir ki, şuftu risalətəhu. Allah yəğfir ləhu. Deyir, gördün mü o risaləsi? Allah onun günahlarını bağışlasın. Bəl yara zahirəhumul kufr. Əksinə olan zahirini küfür görür. Liənnə vədəahum lil-qavanin dəlilun alə-rida və istihlal. Yəni Şeyx Muhammed İbn İbrahim necə görərdi? Görərdi ki, onlar dünya qanunları qoyublar. Zahirlərini küfür görərdi ki, deyir, onların o razılığı və halallaşdırmağı dəlildir. Yəni bu qanunları qoymaq dəlildir ki, onlar razıdır və halallaşdırıb. Sadəcə qoymaqla zahirdə. Hədə zahirun risalətihi rəhməhullah. Lakin ənə indi fiyhə təvaqquf. O risaləsinin zahirində budur. Bizə bilir ki, Muhammed İbn İbrahim qayıdıbdır da bundan bilirsiniz. Yəni bu fətvasından qayıdıbdır. Subhanallah. 5 il sonra 1380-ci ildə səhv eləmirəmsə fətvanı verib 1385-də də qayıdıbdır fətvasından öz fətvalar kitabında. İbn Baz deyir ki, mən dayanıram bu məsələdə. Yəni o desə də onu. Ənəhu mə yəkfi hədə. Yəni bu kifayət eləmir hətta yu'raf ənəhu istəhəlləhu. Yəni bu kifayət eləmir ki, bunu halallaşdırıb yoxsa yox. Nə üçün gətirib qoyub? Gətirib qoyması razılığı, halallaşdırmasıdır. Məcbur da ola bilər. Düzdürmü yoxsa yox? Amma mücərrəd ənəhu həkəmə bi qeyri mənzillah. O sadəcə Allahın indirinə hökm vermir. Və yaxud da onu əmr edir ki, başqa hökmünə hökm verilsin. Bununla küfr olmur. Mislüləzi əmrə bil hukmi alə filan. Məsələn, filan kəsə əmr edir ki, filan kəsə filan hökm verilsin. Və yaxud da qətl olunsun filan kəs. Bununla kafir olmur, hətta halallaşdırmayana kimi. Əl-Həccac ibn Yusuf Həccac ibn Yusuf birisi də səffaq etmək, yəni nə qədər qan tökübdür, hətta sahabələrdən belə öldürübdür. Bununla kafir olmuşdu. Və ləv qatilə mə qatilə. Hətta yəstəhil. Yəni halallaşdırmayana kimi nədir? Nə qədər öldürsə də belə kafir olmur. Liyənnə ləhum şübhətən. Çünki onların şübhəsi var. Və Abdülməlik ibn Mərvan və Muaviyyət və qeyruhum mə yəkfurunə bihədə li adam istihlal. Abdülməlik ibn Mərvan və Muaviyyə və başqaları halallaşdırmadıqlarına görə kafir olmayıblar. Və qatlun nüfus azam min zina. Nəfsi bir nəfəri öldürmək zinadan da böyükdür günahı. Rüşvət almaqdan da böyükdür günahı. Fəqal əhaduhum, onlardan biri deyir ki, mücərrəd vücudul insan fi bilədi kufrin lə yəlzəmuhul hicrə. Yəni bir insanın küfr ölkəsində olması, onun oradan çıxması lazım eləmir. İbn Baz onun sözünü kəsir burada. Yəni deyir ki, el-hicratu fiyhə təfsil. Hicrət oradan çıxmaqda təfsilat var, küfr ölkəsindən çıxmaqda. Mən əzhara dinəhu mə yəlzəmu. Kim ki dinini üzrə yaşaya bilir, vacib deyil. Deyir ki, məsələn, Rusiyada insanlar dinini zahir yaşaya bilirlər. Amerikada, Fransada. Əgər zahir saqqalını saxlayır, hicabını geyindir, namazlarını qılır, azan eşidir, zahirdə dinlərini yaşayırlar da. Bu halda onlara vacib deyil oradan çıxmaq. Hə, müstəhəbdir, amma vacib deyil. Və yaxud da ki, acizdirlər, zəiflərdəndirlər, çıxa bilmirlər. İbn Cibrin deyir ki, fihi əsərun anil İmam Əhməd
yukeffiru men yekulu bi halqil Kur'an. İmam Ahmed'den deyir bir eser vardı ki Kur'an'ı məxluq deyəni tekfir edir. İbn Baz deyir ki bu mərufdur, bilinen bir şeydir. Əhl-i Sünnə cemaat Kur'an'ı məxluq deyəni tekfir edir. Və ilə axır və bu formada söhbət gedir. Sonra bu məsələdə İbn Hüseymin rahmehullah'ın sözünə baxacağıq. Görək gələn səfər inşallah görək o nə deyir rahmehullah. Allah da istəyirəm ki bizlərə faydalar diləsin.